Beynəlxalq iqtisadi inteqrasiyanın mərhələləri və onların xüsusiyyətləri. İxrac və idxalda müəyyən güzəştlər var deyirsə, nə oldu? Güzəştli ticarət. Ticarətdə məhdudiyyət yoxdursa, gömrük rüsumları yoxdursa, olur nə? Azad ticarət. Sonra gömrük rüsumlarına nəzarət eləyir deyirsə və üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr söhbəti varsa, bu xüsusiyyət də gömrük ittifaqına aiddir. Mal və xidmətləri, kapital və işçi qüvvəsinin sərbəst iştirakını təmin edir deyirsə, ümumi bazardır. İnteqrasiyanın ən mürəkkəb forması deyirsə və üzv ölkələr birgə xarici ticarət siyasəti həyata keçirir deyirsə, mürəkkəbdir deyirsə, iqtisadi ittifaqdır. Eyni valyutadan istifadə edir deyirsə, adından da bəlli iqtisadi və valyuta birliyinə aiddir. Beynəlxalq iqtisadi inteqrasiyanın ən yüksək mərhələsi tam iqtisadi inteqrasiyadır. Buna isə sadəcə hansı ölkə nail olub? ABŞ. Tam iqtisadi inteqrasiyaya yalnız nail olan ABŞ-dır. Cənub-Şərqi Asiya ölkələri, xüsusilə Hind-Çin yarımadasında olan Myanma, Tayland, Vyetnam, Laos, həmçinin İndoneziyanı qeyd eləyək, Filippini qeyd eləyək, Malayziyadır, Bruneydir. Yəni bu regionda olan ölkələr hansı mərhələdədir? Ümumi bazardır. Ümumi bazar. Avropa ölkələrində isə fikir versək, həm bir çox Avropa ölkələrində iqtisadi və valyuta birliyidir, amma bəzilərində iqtisadi ittifaq da var. Eləcə də Rusiyada, Qazaxıstanda fikir versəniz, eləcə də bizim ölkəmizdə hansıdır? İnteqrasiyanın hansı mərhələsidir? Əlbəttə, həmçinin ərəblərdə hansı mərhələdir? İqtisadi ittifaq. Qərbi Afrika regionuna daxil olan bir çox ölkələrdə, məsələn, burada deyək ki, Nigerdə, Çadda, Mərkəzi Afrikada, Qabonda, Kamerunda, həmçinin Togoda, Kotdivarda, Senegalda güzəştli ticarətdir. Bəs Cənubi Amerikanın solunda, burada Kolumbiyanı qeyd eləyək, Ekvadordur, Perudur, burada Boliviyadır. Afrikanın cənubunda Namibiyadır, Botsvanadır, Cənubi Afrika Respublikası olsun, buradan Tanzaniyadır. Bunlar isə hansı mərhələdədir? İqtisadi inteqrasiya, gömrük ittifaqı, gömrük ittifaqı. Və bir çox ölkələrdə isə azad ticarətdir. Məsələn, lazım ola bilər. Çində, Hindistanda, Pakistanda, buradan Özbəkistan olsun, Əfqanistan olsun, buradan Nepaldır, Butandır, sonra Avstraliya olsun, Yeni Zelandiya olsun, həmçinin Kanada. Yadda saxlayaq ki, buradan da Latın Amerikasından da çiçəkdir. Yadda saxlayaq ki, inteqrasiya azad ticarətdədir. Sonra Şimali Afrika ölkələri, fikir versəniz, Əlcəzair, Liviya, Misir olsun, həmçinin burada fikir verin, Konqonu qeyd eləyə bilərik, Angoladır, Zambiyadır, Zimbabvedir, Mozambikdir, Madaqaskardır. Onlarda da yadda saxlayaq ki, azad ticarət zonasıdır.